Hamınıza salamlar dostlar. Bugün sizlerle birlikte Elmirali kanalında e, e, en şanslı insanlara bakacağız. Yani başlarına bir hadisə gələcək, ondan qurtulacaqlar. Belə bir şeydir dostlar. Gəlin çox keçmədən başlayaq. Görək nə olacaq. Adam oturur, telefonla danışır. Hesab eləyin, evdə oturmuşsuz, telefonla danışırsınız. Yuxarı baxırsınız, yuxarı çartdaqlar oluşub. Bir dəfəlik sökülür üstünüzə. Çox qorxuncdur. Mən maşında olsaydım, stres keçirdərdim həqiqətən. Düz dibində dayandı. Milliminə dayandı orada. Bilməm səs yaxşı gəlir yox. Millimində dayandı orada. Halal olsun. Adam hesablayırdı. Adam bilir harda dayanacaq. Burada nə olur? İş maşınında gəldi o tutan yeri adamın düz dibindən. Baxın dostlar. İş görürlər, siz də ora baxırsınız. Oranın tam əksinə baxırsınız da, arxaya baxırsınız. Bir də görürsünüz, arxavıza dönəndə başınızın yanından bir şey keçir. Adam çox stres keçirdər orada. Özdə bir də divara dəydi. Təyyarə uçacaq. Yəqin təyyarəyə bir şey olmayacaq, amma insan... Dostlar, çox belə qorxuducu andı da. Heyvan, baxın, ceyran gəlir düz təyyarənin qabağından. Gəlir, keçir. Bir şey deyə bilməm dostlar. Yorumum yoxdur buna. Buna yorumum yoxdur mənim. Davam eləyək. Bu nə idi? Qar vaxtı dostlar, baxın. Gəlmisiniz belə, nə qəşəng çölə çıxmısınız, qara baxırsınız. Yuxarı baxırsınız, yuxarıdan buzlar falan düşür. Get-gedə də özdə baxın, məsələn deyək ki, bura düşür. Get-gedə gəlir, ora düşür. Özdə oradan da belə tsunami kimi gəlir, adamın üstünə gedir. Dostlar, helikopter gəldi. Ora nəsə dəydi ona, baxın, bir dəfə də göstərim. Baxın, buradaydı deyəsən, buralarda bir yerlərdə olmalıdır. Baxın, onun nəsə dəyir oradan, bir şey gəlir, pərvanəsinə dəyir onun. Parça kimi bir şeydir, cırılır sonra. Yaxşı bir şey olmayıb. Yaxşı ki, bir şeylər kiminsə başına gəlməyib, davam edək.
Yəqin ildırım düşəcək maşının üstünə. Əminəm. Adamın yanına düşdü ildırım. Məncə adamın işidir o. Adamın səhvidir. Oradan niyə suya atlanırsan ki? Yəni, görür altı boşdur, çökə bilər də. Götürür yenə atlanır. Adamın səhvidir. Davam edək. Oy. Adam 2 saniyə gec qalsaydı, başına yemişdi onu. İndi düzəldirlər. Dostlar, adamın, baxın, deyəsən taxtaydı adamın daşıdığı. Bax elə. Taxta kimi bir şeydir. Gəlir düz dibindən keçir. 2 salisə tez getsəydi, gözü çıxmışdı adamın. Ne diyordu? Dostlar, bilinmədiyi şəkildə gəldi. Orada hardansa təkər çıxdı. Gəldi oradaydı. Çox qorxuncdur həqiqətən. Qalırsan, oturursan dostlarına söhbət eləyirsən. Bir dəfəlik gəlir təkər, vurur divara. Uşaq düşəcək, uşaq düşəcək. Tut, tut, tut. Yaxşı tutdu uşaq. Heç olmasa zədələndi, amma uşaq heç olmasa az zədələndi. Yoxsa oradan yıxılsaydı boynu falan qırıla bilərdi. Yaxşı tutdu onu. Zədələnsə də biraz az zədələndi. Dostlar, reklam gəldi. Bəli dostlar, davam edirik. Davamına baxaq. Görək nə olur. Dünyada milyardda bir elinəcək hərəkət idi. Özü uşaq elədi. Mən olsam vurardım, gedərdi, çıxardı bir yerlərə, gedərdi, nə bilim, maşına vurardı, pəncərə sınardı, oradan təzədən gələrdi, oradan gələrdi, deşiyin qırağında dayanırdı, ancaq belə olardı. Uşaq saldı ora. Burada nə olur? Deyəsən, orada şey oldu. Qadının ağzını artmaq istədilər. Oradan qadının başına dəydi, harasına dəydi. Oradan getdi adamın ağzına girdi. Ya da ki, ikisinə də atdılar, ikisi də tutdu. Burada nə olur? Sənə. Baxın, maşındasınız, yolda gedirsiniz. Olur olmadıq şəkildə gəlir. Təkər istədiyi kimi yerindən çıxır, gedir. Təkərin ürəyi sıxılır getməkdən.
çıxır yerindən. Oradan avtobusun qabağından keçir. Həqiqətən çox pisdir dostlar. Neylədi bu? Necə atdı onu? Onu da atdı. Halal olsun valla, nə deyim. Buğanın üstünə mindi adam. Getdi. Dostlar, itin yerində olsaydım indi şey eləyəcəkdim. Torpağın altına batmışdım mən. İt gələr təzədən. Məncə gələr. Gəldi. Təzədən geri döndü. Yuh. O necə fırtınaydısa, gəldi adam gedirdi ora. Stolun yanına gedirdi deyəsən. Gəldi trambolin vurdu ora. Yaxşı adama dəymədi. Adamın 1 milin məsafəsi var idi. Adam bir saniyə tez getsəydi ora, başı qopmuşdu yerindən. Dostlar, yorumum yoxdur. Buna yorumum yoxdur. Dağılacaq. Divar getdi. Oy, maşın da oradan gedirdi az qalsın. Maşın gedirdi. Bu qırmızı yük maşını. Baxın. Buradakı qırmızı yük maşını gedirdi. Sonrasında oradan düşəcəkdi, adam atlandı. Yaxşı ki, o da düşmədi, heç maşına düşmədi. Otdu ya, halal olsun valla. Məncə buna çalışıb, həqiqətən buna çalışıb məncə. Ya da ki, şansı atdı. Məncə çalışıb, amma tam bilmirəm də necə olur. Buradan olur. Kiminsə telefonu düşəcəkdi. Adamın əlinə gəldi telefon. Telefon düşdü. Adamın əlinə gəldi. Bilməm telefon idi ya başqa bir şeydi dostlar. Telefon da deyəsən. Başına dəyəcəkdi az qalsın. Çəmənli yollardan gedir. Dostlar, kötü keçib maşına. Yaxşı kiminsə birinə şey olmayıb da, kiminsə birinə dəyməyib yaxşı ki. Düz adamın dibində qalıb dostlar. Mesela ya milyonda bir ehtimal. Aa, düşdü. Ayaq üstə düşdü özdə. Necə elədi onu? Məncə bu şans deyil, bu çalışıb. İdmana çalışıb o. Burada nə olur? Uy, sənə. Maşın sürüşür, yaxşı adamın manevrlər yaxşıdır. Yoxsa adam düz getsəydi maşın ona dəymişdi uca. O da getmişdi qıraq yola. Yaxşı manevrlər elədi ya. Bir şey olmadı məncə. Adamın əlinə top gəldi, oldu.
Neyse dostlar, dam. Gəldi, dam vurdu ora. Necə ola bilər dostlar? Neyse, devam eləyək. Baxay dostlar. Bu videoya da baxayandan sonra sonlandıracağım dostlar. Ne oldu? Ne oldu dostlar? Bəli. Gedir. Bir şey olmadı. Neyse. Neyse dostlar, videomuzun sonuna geldik. Kanala abone olup videoya like atmayı unutmayın. Sizleri seviyorum. Sağ olun. Salamat kalın.